Yokoso. Watashi no Soul Society-yə. Deyib Japonca davam elədiyimiz bu şəkildə bir proqram yox, əlbəttə ki olmayacaq. Bu Azərbaycanca bir anime kanalındasınız. Qarşımda kimsə Rəvan. Rəvan, mən də Cavad. Kimi professional anime izləyicisi qısaca deyə bilərəm, yəni anime izləyirik. Mən mangasını da oxuyuram. Anime filmləri izləyirəm. Sən Eyni şəkildə mən sadəcə anime izləyirəm. Mangalarda mən spoiler verirəm. Falan şey oldu o şəkildə. Naruto izləmədiyi üçün mən də ona spoiler sıxmışam ki, bir vaxt ona spoilerləri verim. Bu cür utanmalara sahibəm. Yəni necə izləməmisən deyib belə izləməmişəm. İzləməyəcəm də. Sən Naruto-nu izləməyəcəmmi? Yox, izləyəcəm. Həyatım boyu əlbəttə ki bu şəkildə izləyəcəm. Sadəcə sonu saxlayıram. Sən ilk 3 böyüklərdən hansını izləmisən? Bir dənə One Piece izləməmişəm. Bir dənə One Piece izləməmisən. Mən Bleach izləmişəm sadəcə bütöv şəkildə. One Piece-i shorts izləyicisiyəm One Piece-də. Amma indi güncəldə Elbaf sezonunu bilənlər bildi. Elbaf sezonunu güncəldə takib edirəm. Möhtəşəm şeylər olur, mangasını oxuyun. Animesindən də tamamilə fərqlidir. Ümumiyyətlə son sezonlarda da bəzi döyüş səhnələrinin üzərinə şey əlavə ediblər. Yəni manga oxuyun, xahiş edirəm. Manga. Amma Naruto-nu izləmisən, hə? Naruto-nun mangasını oxumusan, hə? Yox, ehtiyac duymamışam çünki bütün bölümləri izləmişəm. Mən də Naruto izləmirəm. Və bu şəkildə məni dost ortamında utandırırlar ki, Naruto-nu necə izləməmişəm? Nəylə? Çünki Naruto bu şəkildə özümü bağışlandırım izləyicilərə. Deyim ki, Naruto izlədikdən sonra digər animelər mənə daha aşağı səviyyə gələcəyinə görə izləməmişəm. Onu sona saxlayıram. Yəni o pik nöqtə olduğuna görə mənim hazır şeydə sıvadım o hissəni ki, mən tavanı hazırladım. Yox, amma Bleach mənim son nöqtəm idi. Sanki elə hiss edirəm uzun animelərdə. 400 bölümü izlədikdən sonra sanki hiss elədim ki, ikinci bir uzun video animeyə hazır deyiləm. Əslində Bleach məncə çox ekskluziv bir şeydir. Son sezonu elə ki, effektləri olsun. İkinci sezon, hə. Minilik qan davası, yəni. O sezonun, yəni görüntüsü, senaryosu falan çox göz alıcı. Anime texnologiyası olaraq. Yəni sanki mangaka Tite Kubo zamanında şey deyib. Yox, mənim xəyalımdakı Bleach bu deyil. Gələcəkdə daha yaxşı texnologiya gələcək. Bir sonraki sezonu onda çəkərik və dayandırıb da ona görə Aizenin tutulmasından sonra minilik qan davası arkına girilmir. İndi məsələn Hell ark gələcək. Mangada davam edir, hə. O da deyib ki, məsələn bəyənsəniz ikinci sezonu Hell arkı da yazaram. Baba bəyənməmək nədir? Bəyənməmək nədir? İmkansız kimi bir şey deyil. Yəni o Yamamoto Yahaba səhnələri olsun. Ichigo I hate rain Ichigo. O birinci sezondaydı. Amma o döyüş səhnələri olsun, effektlər olsun, animasiyalar olsun. Yəni möhtəşəm bir şeydir. Yəni hər insanlar həmişə şey deyir, One Piece 20 ildir top tierdir, 20 ildir üstədir. Amma Bleach bir ara ən üstdə idi. Zaten 3 böyüyün olmasının səbəbi odur. Sonra bir ara dedi ki, ağalar mən kaçar, haqqınızı helal eləyin dedi, getdi. Bitdi də animasiya. Ondan sonra dedi ki, hər kəsə mərhaba, mən Lapdan çox bomba bir giriş elədi. Hər kəs Bleach şey olmağa başladı, yəni fan olmağa başladı birdən-birə. Zaten Bankai teması başqa heç bir animedə yoxdur. Sən önərə bilirsən məsələn Bankai kimi bir konseptin animeni daşıdığı? Bankai kimi. Əslində yox. Bir dənə Jujutsu Kaisen ola bilər ki, yəni Jujutsu Kaisen, Ryoki Tenkai bəlkə ola bilər. Ryoki Tenkai, amma o da zaten Bankai'dən oğurlanmadı ya, Bankai'dən oğurlanmadı. Zaten karakterlərdən Naruto'dan esinlənib. Yəni nə etməyə çalışır Gege Yakutami orada mən də bilmədim. Şey deyirəm məsələn hər kəs Kakashi'dən götürüb. Amma əslində Kakashi'dən götürməmişəm deyir. Naruto'nun birinci sezonundakı bu imtahan səhnəsində başı sarğılı bir dənə karakter var. Hə. Və gedib onu adam deyəndə Kishimoto'ya ki mən bundan götürmüşəm. Kishimoto'nun özü şey deyir. O kim idi? Yəni bunu eşitdikdən sonra belə insan utanar da. Bir Gege Yakutami olsam utanaram. İnsanlara deyərəm ki mən bu karakterdən götürməmişəm, Kakashi'dən götürmüşəm. Yəni bari orada bir çox iğrənc oldu. Jujutsu Kaisen'dən hazır girmişəm. Bəlkə Jujutsu Kaisen-lə davam eləyəcək. Çünki 3-cü sezon gəlir. Bomba kimi gəlir özdə. Yəni orada gələn döyüş səhnələri sadəcə düzdür. TikTokda və mangada falan gördüklərimizdir. Fanartlarda, yəni videolarda və s. Amma gözəl bir şəkildə gələcəkmiş kimi gəlir mənə. Partlayış bir şey gəlir yəni. Sən animesini İzləmirsən zaten animesini full. Təbii ki. Mangasını? Manganı izləmirəm dediyim kimi. Mangasını bitirməmsən amma xəbərin vardı manqadan. Yəni TikTokdan gördüyüm qədərilə. Zaten Jujutsu Kaisen tamamilə anime dünyasında fərqli bir şey yaratdı.
Jujutsu Kaisen'in birdən-birə bu qədər çıxış eləməsini heç kim gözləmirdi məncə. Çünki Yəni, heç bir anime eləyə bilmədi bunu. Pik elədi. Bir nevi. İnsanlar şey deyirdin. Bir sonrakı Gen Z top 3 zat deyirdilər şey üçün. Jujutsu Kaisen üçün. Hətta onun yanına da işte top 3 eləməliyik axı. Digər ikisini kimi ala bilək? İşte Demon Slayer ola bilər, nə bilim. Üçüncünü kimi ala bilək? Belə bu cür danışıqlar olurdu. Attack on Titan falan məsələn. Attack on Titan məncə Gen Z deyil. Yəni şey deyil, yeni jenerasyon deyil. Attack on Titan tam ortada bir yerdədir. Dandadan ola bilər. Hə, yeni nəsillərdən Dandadan tamamilə fərqli bir şeydir, yəni Dandadan. Və yəni heç biri ilə çox da əlaqəli deyil. Fərqli bir senaryo, çox fərqli bir şeydir Dandadan. Yəni adam əslində orada Hikaru idi deyəsən. Hikaru və digər qızın adı nə idi? Momo. Momo ilə Hikaru. Normalda yəni konusu Momo və Hikaru'nun iki işte Hikaru. Kim idi? Hikaru o birisi animedir. Hikaru hansı animedir? Summer's Day Hikaru. Ayda Hikaru. Qarışdırdın kanka. Bu aralar onu izləmək istəyirəm. Birinci sezonu yeni bitdi. İkinci sezon gələcək bu arada, buradan xəbərləri verim. İkinci sezon yeni gələcək və təsdiqlənib yəni gələcək. Hikaru the Summer Day. Belə də yəni çox izlənərmi? Bəzən bayır, bəzən. İzlədin hə sən? İzləmişəm sadəcə. Bəzi bölümlər bayır. Bu qədər də qabaqda qaçma da, yəni. Bu qədər də boşluq tapan kimi izləmək lazımdır. Qasırtmaq olmaz. Mən izləmədim, amma konusunu çox bəyənirəm. Yəni zaten niyə The Summer Day Hikaru'nu izləmək istəyirəm? O konseptinə görə. Amma vaxtım yoxdur. Vaxtım yoxdur. Universitet oxuyuram falan. Ona görə vaxtım yoxdur. Amma izləyəcəm. Yəni konsept olaraq mən xoşuma gəlir işte. Dostum var, amma ölüdür. Necə ola bilər? Dostun ölür və onun yerinə bir tanrı gəlir. Allah. Amma tanrının özündən xəbəri yoxdur. Odur konsept. Konsept odur. Tanrı özünü tanımır, sadəcə bilir ki, qurbanlar verilib ona. O da Hikaru'nun yəni hekayəsini yada saldıqca yadına düşür ki, hə, elə bir şey var imiş. Və şeyi izlədiyin təzə çıxanlardan. Təzə çıxanlardan birisi də Summer Day Hikaru'dur. Digəri şey Qara. Yox, orijinal günahı. Kimin orijinal günahı idi? Bir dənə top var idi Rozbrechtdə. Uşaqla tanış oldum. Mənim ad yaddaşım yoxdur. Mən insanlara bu şəkildə danışıram. İşte bilməm hansı animedəki bilməm hansı karakter. Yoxdur o ağ saçı olan, işte dağıdır köyzad var. Bu şəkildə karakterləri tanıyıram. Mən ad hafızam yoxdur. Şey deyirəm, Dororo. Əlaqəsiz. Uşaq vaxtı hansı animeləri istəyirəm? Uşaq vaxtı Doraemon, Bakugan. Yəni Pokemon'da varsa. Pokemon'da varsa. Pokemon çox. Pokemon sonki Azərbaycana gəlmədi. Mən elə hiss edirəm. Gəlməmiş kimi bir şeydir zaten. Yəni çox izlənməyib. Hə, zaten televizorda falan qlobalda məsələn Bakugan, bizdə də Bakugan var idi. Qlobalda məsələn Tsubasa bizdə də var idi. Tsubasa izlədik zaten, yəni Tsubasa izləməyə. Hə, uşaq vaxtı zaten bir oğlan uşağının bəyəndiyi müharibə var, savaş var, bir də top futbol var da. Yəni başqa nə ola bilər? Bir də Tsubasa'nı görsən, Tsubasa deyə qışqıran Japonları gördüyün zaman sən də baxmaq istəyirsən, Tsubasa baxırsan. Amma Pokemon gəlmədi sanki. Pokemon da geri qaldıq məsələn. Yəni Pokemon ölkə olaraq Pokemona görmədik. Yəni elə bir maksimum internetdən baxan varsa o baxıb da yəni. Sonra məsələn ona görə şeydə də yox idim mən. Pokemon'un oyunu çıxdı, insanlar ortalıqda gəzməyə başladı. Google Maps-dən zaten Azərbaycanda yox idi kimi bir şeydir. Xəritəsi də məsələn gəlmədi ki, yəni. Xəritəsi gəlmədi deyə ona görə də. Amma gəlsəydi oynayacaqdın. Şübhəli. Yox. O şübhəli, mən yox yəni oynamayacaqdım. Uşaq vaxtı ona görə də sonradan animeləri bilmədən izləmişəm əlbəttə ki, bu animedirmi, yoxsa animasyondurmu? Çünki şəxsən uşaq vaxtı mənim üçün SpongeBob və Tsubasa arasında heç bir fərq yox idi. İkisi də multfilm idi. Çünki eyni şey idi mənim. İkisi də multfilm idi mənim üçün. O səhərlər otururdum, izləyirdim, bağçaya gedirdim, məktəbə gedirdim, bir şey eləyirdim yəni. Ondan sonra böyüdükdə ilk Ben 10 falan. Ben 10? Ha, Ben 10 də. Yəni Ben 10 əslində mənim üçün hələ Pokemonumdur da mənim. Ben 10 mənim Pokemonumdur yəni. Adam orada canavarları tutur, elektrik vuran. Ya da ki elektrik gücü olan bir canavara dönüşür məsələn. Nə fərqi var? Amma 4 qol. Əfsanə Ben 10 karakterin. Ən sevdiyin. Tez indi ver. Alov. Ateş. Ateş. Ateş havalı idi. Mən məsələn bir gücüm olsa alov gücü olsun istəyirəm, amma mənim üçün 4 qol idi uşaq vaxtı. Uşaq vaxtı 4 qol idi da. Yəni uşaq vaxtı 4 qol ola bilər amma bir canavarı gördüyün zaman heyran olmamaq əldə deyil. Bəs böyüyəndə mən bir anime izləyəcəm dediyin ilk anime nə idi? İlk anime. Mən zaten anime izləməyə bir fikrim yox idi. Lapdan Death Note ilk başladığım Death Note yəni hamının klassik başladığı.
Amma Death Note-u yarım qoyub sonra Naruto-ya başladım. Sonra Death Note-u yarım qoydun hə sən də? Yarım qoydum çünki sıxıcı gəldi bir yerdən sonra. Death Note, yəni mən bunu yenə utancaq xatirələrimə bir dənəsini əlavə edim. Death Note-u hər zaman utanıram deməyə ki, yarım qaldı. Mən baxıb bitirmişəm bu arada. Yəni son səhnəsi bomba idi də yəni. Axırda bitir. Hə, o İzləməmisənsə bir dənə də spoiler partladım burada sən. Yox, sonrasını zaten bilirəm. Sonunu bilirəm. Necə olduğunu. Ya Death Note da bu etiraf edirəm. Death Note-u da indiyə qədər izləməmisənsə, gedin söndür, get. Death Note-dan da spoiler yemə də, yəni. Death Note sonunda ölür Kira və haqq ədalətini bulur. İşte özünü tanrı sanarsan adamı böyle alaşağı eləyərlər. Yəni gəlir adam ən sonunda şey eləyir. Məsələn, adını da ən sonunda Kiran yazır və Kira ölür. Və mənasız bir şəkildə yəni onun fan artı da var zaten sonrası. Sonra Kira ölür. Gedir Shinigami kimi yenidən doğur falan. Fan o tip şeylər noveldir, yoxsa kanondur məsələn? Deyəsən fan artı idi. Səhv etmirəmsə kanon da ola bilər. Tam yadımda deyil amma səhv etmirəmsə kanon idi. Mən amma kanon olan Death Note-un sonrası haqqında bir dənə bir şey deyim sənə. Aha. Başqa bir uşaq yenə tapır Death Note-u. Amma bu uşağın heç umrunda deyil də, yəni Death Note-dan mən gedim haqq ədaləti eləyim, suçlular ölsün, mən şey çıxım. Adamın tək konsepti budur ki, Death Note-u satıb pul əldə edəcəm. Və şey qatılır, bir yarışmaya qatılır, amma öz kimliyini bəlli eləmir də, öz kimliyini demədən öz Bitcoin hesabına deyir ki, mən Bitcoin-dən göndərəcəm və yarışmanı qazanan ən sonunda bilirsən kim olur? Trump. Trump mı? Donald Trump ən çox pulu verən, o ən çox pulu verən insan olur və deyir ki, Death Note-u alacam. Sonra artıq orada tanrı konsepti mi girir? Nəymiş? Shinigami göndərir deyir ki, yeni kural. Death Note-u satmaq və oradan pul əldə edən insan da ölür. Death Note-un bəzi kuralları var idi axı. Falan şey eləsən, ölürsən, hə, onu eləyəsən, bunu eləyəsən. Sonra baxır ki, tanrı fərqli bir insan çıxdı. Hə, Death Note-u satıb oradan pul əldə etmək və pulla almaq da ölüm səbəbi imiş. Bunu eşidən kimi Donald Trump şey deyir. Nəyinirəm hə? Deyir. İstəmir bunu. Uşağın xəbəri yoxdur. Uşaq pulu satıb zaten pul hesabına köçüb. Tam pulu gedir bankomatdan çəkir, ay sənə gedərəm oradan bir villa alaram, onu eləyərəm, bunu eləyərəm. Dediyi yerdə pul çəkir yerdə ölür. Gedir. Ha bu. Yəni sonrasında Death Note-u digər tapan insanlar kimdir deyə maraqlanırsa bu yəni bu. Adam Death Note-dan çox yaradıcı bir şəkildə istifadə edir əslində. Mən də olsaydım Death Note. Amma əvvəllər Death Note-u gizlədirdilər. Yəni gizli bir bilgi kimi bir şey, dövlət sirri idi. Kimi bir şeydi. Bunu sonradan deyirsən ki, yəni ölkəyə asıq şəkildə. Ya da ki Shinigamilərdən biri sıxılır məsələn dünyaya tullur Death Note yəni. Nə? Sıxıldığı üçün. Sıxıldım yəni. Babacım biraz marjinallik ya deyib Death Note-u tulluyur, bari görüm kim tapacaq. Biraz yəqin o Shinigamilər orada sıxılırlar. Ya hər Shinigami dünyası Bleach kimi deyil axı. İçində bir aksiyon yəni hər Shinigami. Yəni Bleach fərqli bir şeydi zaten. Bleach dedim də sən yəni 3 bölümlər arasında Bleach-i izlədim. Tite Kubo'nun o karakter dizaynı, karakterləri idi. Bleach-də məsələn bir dənə çirkin karakter denəndə var. Bir dənə çirkin karakter. Yoxdur. Tapa bilməzsən. Əslində var. Kim? Taparam da yəni. Kim? Fikirləşməliyəm amma bu. Ya da şəkillərə girib baxmalıyam, görüm kim var. Kuyoro Kishinsu'nun backstory-sində şey, arxada təmizlik edən xala. Yəni o qədər də yoxdur, amma ana karakterlər, yan karakterlər arasında bir dənə də çirkin karakter yoxdur. Hər biri onlar təbii ki də özəllə işlənmiş karakterlər. Hər biri o animedən çıxart məsələn, hər birini o animedən çıxart. Başqa bir animeyə qoy, o animenin ana karakteri olar. Və Tite Kubo'nun elə bir qələmi var ki, fərqli bir karakter çəkəndə belə onu yaraşıqlı eləyir. Məsələn, Odaya heyran olduğu üçün bir digər şeylər, hani mangakalar. One Piece-dən karakterləri götürürlər, çəkirlər məsələn öz stillərində. Tite Kubo Luffy çəkir. Manganın səhv eləmirəmsə 10 illiyindəmi, 20 illiyindəmi belə bir şey deyir və onu Odaya göndərir. Yenə yaxşılıqlıdır. Yəni Luffy-ni necə yaxşılıqlı çəkə bildin də? Yəni meymuna oxşuyur orada. Meymuna oxşuyur da. Zaten özü də monkey deyil Luffy. Yəni meymun o da belə onu fikirləşəndə işte meymuna oxşuyan, əyləncəli, tullanıb düşən bir dənə karakter dizaynı deyib amma və sonra Oda da eyni şəkildə Ichigo çəkir. Amma narıncı saçlı Luffy çəkir məsələn. Ichigo heç əvvəlki Ichigo deyil də. Yəni o Ichigo-nu görəndə Ichigo demərəm də məsələn. Ichigo deyərəm yəni yuxu şeylərdən nifrət edirəm. Luffy tərzi deyirsən də yəni orada problem. Yağışdan da nifrət edirəm ha Ichigo. Yəni bu şəkildə deyərəm Ichigo, yağışdan nifrət edirəm deməzsən. Ona görə yəni Bleach-də Tite Kubo'nun daha sonradan hekayə yazarlığıdır. Çox insan işte sadəcə bankayısı var, sadəcə savaşları var. Bleach-də hekayə yoxdur. Yox, var. Bleach-də möhtəşəm bir hekayə var zaten davamlı olaraq. Məsələn 3 böyüklər arasında Naruto ilə eyni hekayə səviyyəsində şeyləmir, yarışmır. Təbii ki də. Amma Naruto da One Piece ilə evrən konusunda yarışır.
Məsələn, Naruto'nun hərəsinin özünə xas bir şey, özəlliyi var. Hətta Naruto'nun məsələn evrənimi? Yox, Naruto'nun nə evrəni var ki, məsələn, hətta 9 kənd var idi də, səhv eləmirəmsə. Hamısı Konoha köyündə keçir kimi bir şeydir. Amma Bleach'in həqiqətən evrəni var. Adalar, arklar, hər arkın fərqli adada keçməsi. Amma One Piece də orada nədə batırır? Savaş səhnələrində. Yəni hər arkın əvvəlində Luffy'lərin biz bu adamı udarıq, əslən uduzduq, amma indi power up aldım deyib təzədən gəlməsi. Baxmamışam, ona görə rəy bildirməyəcəm sənə. Təzədən gəlməsi, birdən-birə karakterlərin yox, biz 2 il gedək bir istirahət edib, bir push up eləyib gəlib ondan sonra güclənim, yəni haki söhbətləri, oradan insanların random bir şəkildə power up almaları. Yəni niyə ki? Power up almaları, yəni normal bir şeydir. İsekai'lər zaten olmalıdır. Sən isekai'ləri bəyənmirsən məsələn. İsekai'lər zordur yəni. Ən sevdiyin tür ən sevdiyin tür nədir? Isekai, işte digərlər olsun. Isekai nə izləmirsən? Isekai nə 3-cü sırada falandır mənim üçün. Isekai ilk 3-ündədir. Isekai mənim son birimdir. O qədər də yoxdur yəni. Çünki bir karakterin işte random bir şəkildə başqa bir evrənə ışınlanmasını, daha sonra oranın ana karakter olması konsepti mənə çatmır. Anladın niyə də? Çox lapdan şapdan olan bir şeydir və çox güclü olur. Niyə? Konu budur. Belə də maraqlıdır mənə. Bəs Bleach-i bir isekai kimi fikirləşə bilərsən. Bir dənə fikirləş. Normal həyatında yaşayan Ichigo adında karaktersən. Birdən-birə Shinigami evrəninə girsən. Əslində Bleach isekai'ymiş. Bir nevi isekai'ymiş. Sən indi aydınlandım məsələn. Isekai birdən-birə ilk birimə girdi. Bleach-i sevirəm deyə. Bleach-i sevirəm deyə. Amma isekai'lərdən təkcə Re:Zero'nu izləmişəm. Mən Re:Zero'nu izləməmişəm məsələn. Bu adam isekai izləyir amma Re:Zero'nu izləmir. Bu necə ola bilər? Zato başqa hamısını izləmir. Re:Zero mənim indi listemdədir. Yavaş-yavaş gəlirəm çatır. Şey mi dostum yenə? Qayıdır otomatik maşinəsi olaraq qayıdır. Bir insan isekai evrəninə gedir amma şeydir. Otomat maşinəsidir. Yox, ona baxmadım. O nə iyrənc bir isekai'dir. Ya o tip şeyə baxmadım. Mən slime'a baxmışam. Slime olaraq dünyaya slime olaraq gələn məsələn izləmsən? Zordur, hə. Çünki slime'dan sonra adətə başqa bir şeyə dönüşür. Tanrı levelinə çatır məsələn. Bir slime bizə tanrı levelinə çata bilər. Niyə? Necə niyə məsələn? Güclərini yığa-yığa. Öldürdüyü adamın gücünü götürür də. Heç zat. Heç. Yəni ilgimi çəkmir. Heç ilgimi çəkmir. Dünən məsələn yeni bir çıxdı, ona baxıram. Sport animeləri. My Level 9999. Sport animeləri gibi çəkir. Sport animeləri belə də. Blue Lock'a baxaram məsələn maksimum. Baxmışam yəni. Haikyu'ya baxmaq istəyirdim amma onlara baxmamışam. Sonra şey də var. Basketbol slam. Bilirəm, onlara hələ ki başlamamışam. Bir dənə Blue Lock'a baxmışam onlardan. Sonra bir də Tsubasa'ya falan. Basketbol izləməmişəm Slam Dunk'dan, amma Slam Dunk'ın mangakasının digər əsəri olan Vagabond'u heyranlıqla oxumuşam. Yəni sonra düzdür mangaka uşaqlar mən gedirəm sağ olun deyir. Biraz tətilə ehtiyacım var deyir, uzaqlaşır. Animenin manganın birdən-birə ən həyəcanlı yerində bölünür. O şeylər məsələn mənə də xoş gəlmir. Çünki lapdan getdilər. Amma öz fəlsəfəsini verir. Zaten adam da onu deyir. Deyir ki, mən fəlsəfəmi sizə verdim. Buydu da, yəni sizə çatdırmaq istədiyim mesaj buydu. Və o mesaj sənə deyim, I have no enemies. Sən nəyi xatırlatdı? Təbii ki də Vinland Saga yəni. Vinland Saga'nın 2 sezon arasındakı fərqliliyi. Mən birinci sezonu daha çox bəyənirəm məsələn. Hə, çünki birinci sezonda aksiyon var. Şey olaraq fikirləşirsən o animəni. İşte mən Vikinglərə xas bir şey izləyəcəm də yəni. Burada bir dənə Viking uşaq var. Uşaqlığını atasını itirir. İşte uşaqlığını savaş səhnələrində keçirir və şey olur. Ən üstə qədər çıxacaq. Biz bunun macərasını izləməyə çalışırıq. Sonra birdən-birə 2-ci sezonda adam konkret bağban olur. Minecraftda keçir lafdan o. Oduncuda deyir, yaparım. Emredin efendim. Əkinçi məsələn. Adam birdən-birə əkinçilik. Bu toxum necə böyüyər? Daha çox nə qədər su verir? Günəş hardan gəlsə daha çox. Amma 2-ci sezonun sonunda İkinci sezon sonunda o racon səhnələrini deyir də, məsələn krala. Krala gəlir, racon gəzir. Döyüb girsəydi, çox da döyənməzdi. Orada da kralın ordusu yox, döyənməz. Kralın ordusu vardı. Thorfinn bizə döyərdi yəni. Thorfinn əvvəllər birinci sezonda görkəmləri döyüb, Torkeli döymüşdü yəni. Torkeli döymüş biri yəni. Mən ona döyməzdim. Nə bilim orada çaşdırmaca hiylə kullanmış ola bilər amma Zato döyüb. Əsas odur yəni. Yəni biz əhmətlə kralın ordusunu 2 dəqiqədə salam kral deyib də döymədə. Ya ikinci məsələn sezonda Hebi ilə döyüşür, yılanla. Orada döyüşəndə məsələn
orada birinci sezon havası bir gəlirmiş kimi olur. Ondan sonra uduzur deyə yəni. Amma niyə söhbəti məsələn Vagabonddan Vinland Sagaya bağladım? Buna görə. Çünki ikinci sezonda bildiyin söhbət Vagabonda keçir sanki. Yəni Vagabondda adam ilk başda o da hər kəsi işte onun da uşaqlığında həyatı savaş səhnələrində keçir və karakter şey deyir. Ən böyük savaşçı olacaq. Sonra bir müddətdən sonra başqa bir usta ilə qarşılaşır və usta ona şey deyir. Yenilməz olmaq nə demək? Və adam bu fəlsəfənin üstündə keçir və şey deyir. I have no enemies-ə dönür. Onun kimi bir şey olur yəni. Və sanki Vinland Saga'da da mən Vinland Saga'nın birinci sezon, ikinci sezonunu Vagabonddan əvvəl izləyib bitirmişdim. Ona görə də mənə də o hissdəydim. Yəni niyə ikinci sezonu bu qədər pisdir? Niyə savaş səhnəsi yoxdur? Niyə Thorfinn ikinci Thorfinnə dönüşür birdən-birə? Köylü Kemal olur birdən-birə. Köylünün əfəndisi Thorfinn olur. Ondan sonra Vagabondu oxudum. Dedim biraz anime nə qədər, biraz manga oxuyaq. Hə. Sonra Vagabondu oxuyub bitirdikdən sonra dedim, hə, Thorfinn ona görəymiş belədir. Thorfinn çünki Osta yüksək üçlü deyə bir şey var onlarda. Kingdomdur, Vagabonddur, bir də ki Thorfinn. Yəni Vagabond Vinland Saga. Vinland Saga'dır yəni. O savaş səhnələri, anime mangaları. Digər ikisi zaten yəni Vagabond məsələn anime kimi çıxmayıb. Kingdom bir neçə bölüm çıxıb. Kingdom çıxıb. Tam çıxıb. Hə, yox, tam şəkildə yox, amma çıxmağa davam edir. Çıxmağa davam edir yavaş-yavaş. Kingdom bu arada çox qəşəng detay kasan yəni animelərdən biri. Məsələn, Vagabond çox qəşəng səhnələr çəkir. Panellərinə xeyranam Vagabondun. Amma Kingdom çox qəşəng detal verir. Yəni adam bir savaş səhnəsindəki bütün bir ordunun hər bir detalına qədər çəkir. Üst təbəqədən. Belə bir şey ola bilməz. Normal, mən üçün onlardan ən böyüyü elə ki Vinland Saga'dır. Hə. O birinci sezon. Birinci sezon, hə. Çünki aksiyon xəstəsi bir insansan. Ona görə sənin üçün bir nömrədə o. Manga oxumuram dedin. Oxumuram. Manga oxumuram. Sıfır. Amma mən manga oxuyucusuyam. Burada da siz izləyicilərə bir şey demək istəyirəm ki, yorumlar hissəsində ən sevdiyiniz mangaları, manga oxuyursunuzsa, oxumursunuzsa, oxumaq istəyirsinizsə hansıları yazaraq buna, bəli, bu manga oxumayan bu şəxsə bir-iki manga önərə bilərsiniz. Çünki mən deyirəm və izləmirəm. Oxumayacağam. Yəni kitab oxumaq kimi də deyil. Solda şəkil var, 3 dənə adam orada replik deyir zaten. Daha sonra bir sonraki səhifəyə keçirsən. Yəni animesini izləmək varsa niyə mangasını oxuyur? Animesi daha maraqlıdır yəni. Animesində olmayan şeyləri gör deyə mangada. Hər şey animeyə aktarıla bilmir axı. Aktarılmır, düzdür, sözsüz ki, sadəcə məncə anime ilə. Yenə də manga oxumaram. Ən sevdiyiniz manga və onun animesi olsun olmasın fərqi yoxdur. Olsa da olar, olmasa da olar. Və mangalar haqqında animesi pis olan ya da ki animesini mangasını animesi daşıyır dediyiniz mangalar varmı? Bunu yazın. Biz bunların hamısını daha sonra bir sonraki bölümlərdə oxuyub həm manga, həm anime üstündə daha çox danışacağıq. Bugünkü bölüm haqqında bir girizgah idi bu. İlk giriş. Tanışma kimi bir şeydir. Tanışma kimi bir şey, yəni ortaya qarışıq bir şeylər. Tanışılıq. Hə, izlədiyimiz, izləmədiyimiz animelər. Bir sonraki bölüm bu şəkildə xoşunuza gəldimi? Nə oldu? Nə tövsiyə edə bilərsiniz? Məsələn, bir mövzu üstündə danışaqmı? Mən Bleach haqqında sezonluq danışaram məsələn. Sezonluq davamlı şəkildə danışmaq olar. Arx danışaram, yəni Bleach haqqında. Mən bu şəkildə üstümə gəlməyin ki, yəni Bleach haqqında danışaq. Bleach haqqında danışa biləcəyimiz sınırı yoxdur. Karakter hekayələri haqqında danışaram, dəli olarsınız yəni. Möhtəşəm danışaram Bleach haqqında. Detaylı şəkildə. Hə. Renjinin bandanası falan. Yoxsa eyni şəkildə Naruto haqqında da danışarız, amma o videoda mən olmaram yəni öz başıma danışacağam. Mən tək oturub danışacağam. Tək oturub. 2 dənə mikrofon kameranın qarşısında bəli. Bugünkü Naruto xəbərlərimizdə Naruto yenə şeyləri dağı daşı rəngləyir məsələn, uşaqlığından başlayır. Hətta. Bu şəkildə xoşunuza gəldimi? Yoxsa bir bölüm haqqında sadəcə konsepti olan bir danışaq, necə istəyirsiniz? O şəkildə şərhlərinizi yorumlarda bölüşün bizi ilə. Biz də bilək. Gözləyirik. Nəyə əsasən daha çox davam. Video like atıb kanala abunə olmağı bizi çox sevindirər. Səni sevindirməz? Dəhşət sevinirəm. Yəni bu videoların davamını istəyirsinizsə bir like atın. Like at, kanala abunə ol. Biz də bilək ki, Bleach haqqında mı danışım, Naruto haqqında mı danışım, onu bilim. Mən bu motivasiya eləyir. Bir sonraki bölümdə yoxsa Ichigo kimi I hate like deməyim də, yəni oturub orada dəliyə dönməyim. Bir sonraki videolarda görüşmək üzrə. Sağ ol. Sağ olun. Yəni Yokozoya şey lazım. Ehtiyac yoxdur ki məncə.